Heydər Əliyev Fondunun vitse-prezidenti Aydiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə mayın 10-da Suraxanı rayonu Zığ şosesindəki boş ərazidə ağac əkmə aksiyası keçirilib. Aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilib. Aydiya könüllülərinin fəal iştirakı və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən tədbir zamanı ərazidə 1000 ədəd zeytun ağacı əkilib və yaşıllaşdırılıb işləri ilə yanaşı abadlıq işləri də aparılıb. Ağacların effektiv şəkildə sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sisteminin tətbiqi nəzərdə tutulub. Qeyd edək ki, tədbir Zığ aeroport yolu boyunca mütəmadi olaraq həyata keçirilmiş ağac əkmə kampaniyaları çərçivəsində həmin ərazidə aparılan yaşıllaşdırma işlərini yekunlaşdıran sonuncu aksiya kimi təşkil edilib. Tədbirdə həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Bizim Mətbəx sosial layihəsinin veb saytı və sosial şəbəkə hesabları haqqında məlumat təqdim edilib. Layihənin əsas məqsədi az təminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər təqdim edərək, onlara sevgi və qayğı ilə dolu bir mühit bəxş etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən Bizim Mətbəx könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər təqdim edərək, onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.